Xoş gördük əziz dinləyicilər. Biz ki, son dəfə Trumpla Putinin danışığından sonra qərara alınmışdı ki, enerji infrastrukturuna zərbə vurulmasın və əsirlərin mübadiləsi məsələsi həyata keçirilsin. Əsirlərin mübadiləsi 175 əsir həm Ukrayna, həm də Rusiya tərəfindən qaytarılmış oldu. Amma bununla bərabər biz heç də sahədə enerji resurslarına, ümumiyyətlə hava zərbələrinin şahidi olmağa davam edirik və sanki heç bir razılıq olmuyor. Biz ki, Ukraynanın Rusiyaya vurduğu zərbələr həm Tuapsedə neçə günlərdir yanğına səbəb olur və bu günlər isə biz şahid olduq ki, biz ki, Suca şəhərində, yəni Kursk'un Suca istiqamətində böyük bir Avropaya keçən qaz terminalı vardı, qaz paylama terminalı var və bu paylama terminalı artıq yoxdur, göyə qaldırılır Ukrayna tərəfindən. Və bununla bərabər biz dünənlərə şahid olduq ki, Ukraynanın silahlı qüvvələri artıq Kursk'dan çəkilərək, müəyyən hissədə ki, Kursk'dan çəkilmişdilər, artıq Belqrad istiqamətinə daxil olurlar. Bu da yəqin ki, Ukraynanın yeni bir həmləsidir. Hələ ki, Ukrayna Rusiyanın sərhədlərinin bir aşüzən olduğunu göstərmək istəyir və bununla da bütün dünyaya göstərməyə çalışır ki, bəli, biz heç də zəif deyilik, əslində qarşı elə ən güclü tərəfi. Və buradan bir məsələ də hasil olur ki, artıq mən keçən videolarımda da bildirmişdim ki, bu axırıncı görüşdən sonra əslində qalsa Trump'ın vəziyyəti pisləşir. Trump'ın nəyisə həyata keçirmək, sülhə nail olmaq, atəşkəsə nail olmaq effekti azalır və ümumiyyətlə bölgədə, Ukrayna, Rusiya, Avropa bölgəsində Amerikanın biz səngidiyinin şahidi oluruq, zəiflədiyinin şahidi oluruq və artıq Amerikanın özündə də vəziyyət mürəkkəbdir. Bir növ Elon Musk'ın vəziyyətinə oxşur. Bilirsiniz ki, Elon Musk'ı məhz elə 40 günə çıxmamış artıq Elon Musk'a dəyən zərbə də əslində Trump siyasətinə dəymiş zərbədir. Əslində Trump'ın apardığı siyasətə zərbədir və hər bir şəxs və bütün dünyanı özünə qarşı bir növ qaldırmış oldu və beləliklə biz şahidi olacağıq ki, Amerika, mən bu barədə sizə demişdim ki, Amerika Avropasız heç bir iş görə bilməz və bu günləri artıq biz Avropanın konsolidasiyasının, Avropanın ciddi surətdə militarist istiqamətdə inkişafını görürük və bu da bizə onu deməyə əsas verir ki, Ukraynanın zərbələri davam edəcək, müharibənin tez bir zamanda saxlanılması məsələsi hələ ki üfüqdə görsənmir və bu yalnız və yalnız Amerikanın da, dünyanın da Ukraynaya ciddi kömək etməsi, Rusiyaya qarşı, necə ki, məhz Trump'ın respublikaçıları Lindsey Graham'ın bildirdiyi kimi biz Rusiyaya ölümcül bank sektoruna zərbə vurmalıyıq ki, Rusiya masaya otursun və həqiqətən də Lindsey Graham'ın dediyi ən doğru addımdır. Bu günləri Ukraynaya ciddi kömək edilməlidir, ciddi yardım edilməlidir. Yalnız Rusiyanın beli qırıldıqdan sonra o masaya da oturacaq və istənilən formada da idarə olunacaq. Təşəkkür edirəm.